Salam. Bugün sizlərlə çoxbucaqlının birinci bölməsinin toplu izahına baxacağıq. Gəlin qısa şəkildə təriflərə baxaq. Düzgün çoxbucaqlı ona deyilir ki, bütün tərəfləri də bərabər olsun, bucaqları da bərabər olsun. İkisi də həm bucaqları, həm də tərəfləri bir-birinə bərabər olsun. Məsələn, tərəflərin hamısı 5 sm ola bilər. Məsələn, bucaqların hamısı 90 dərəcə ola bilər. Bildinizmi? Yəni bucaqlar da eyni olsun, bir-birinə bərabər, tərəflər də öz aralarında bir-birinə bərabər olsun. Bəs qabarıq fiqur nədir? Çökük fiqur nədir? Qabarıq fiqur odur ki, bildiyimiz bütün düzgün fiqurlar qabarıqdır. Çünki məsələn, altıbucaqlı çəksəm, bütün bildiyimiz düzgün fiqurlar. Məsələn, altıbucaqlının bir tərəfini uzatsam, həqiqətən də bu xəttin bir tərəfində qalır. Yəni, bir tərəfinə qabarıb. Çökük fiquru zaten başlanmağa ehtiyac yoxdur. Bir tərəfindən çökük, içəri girmiş bir şey varsa, bu çökük fiqurdur. Amma məsələn, çökük fiqurun bir tərəfini uzatsam, fiqur iki hissəyə bölünmüş olur. O xətt fiquru iki hissəyə bölürsə, çökük fiqurdur. Amma xətt fiquru bölmür. Fiqur xəttin bir tərəfində qalırsa, qabarıq fiqurdur. Say düsturları çox vacibdir. Xarici bucağın ümumiyyətlə cəmi həmişə 360-dır. Məsələn, uşaqlar, 3 bucağın da xarici bucağın cəmi 360-dır. 4 bucaqlının da, 6 bucaqlının da, 18, 11, 20 bucaqlının da xarici bucağı 360-dır. Amma bir dənə xarici bucağı tapanda sayına bölürəm. 6 bucaqlıdsa 6-ya bölürəm ki, görüm o bir xarici bucağı neçədir? 60 dərəcə. Məsələn, 5 bucaqlıdsa 5-ə bölürəm ki, görüm onun bir xarici bucağı neçədir? 72 dərəcə. Belə bu tərzdə. Yəni, enə sayına bölürəm. En sayı bildirir. Daxili bucaq 180 deyil. Çaşıb daxili bucağa 180 deyirsiniz. Xeyr, 180 vurulsun 2 dənə az. Məsələn, 6 bucaqlının daxili bucağını tapanda 180 vurulsun 6-dan 2 dənə az. Yəni, 180 vurulsun 4. Neçə eləyir? 720 dərəcə. Anladınızmı? Daxili bucağın cəmi belə tapılır. Amma bir dənə daxili bucağı tapanda da yenə də enə bölürəm. Məsələn, incə hesabladıq. 6 bucaqlının cəmi 720-dirsə, 6-ya bölürəm ki, o bucaqlardan biri neçədir uşaqlar? O da eləyir 120 dərəcə. Deməli, 6 bucaqlının bir dənə bucağı 120 dərəcədir. Bunu yadınızda saxlayın. Çox lazımdır. Yəni, istifadə olunur. Bunu qayda olaraq yadınızda saxlayın. 6 bucaqlının bir bucağı 120-dir. Bu da belə. Diaqonal sayı çox rahatdır, 3 dənə az. Məsələn, 6 bucaqlıdsa bir təpədən çıxan diaqonalının sayı, baxın, bir təpəsindən neçə dənə diaqonal çıxır? 3 dənə. Gördünüzmü? 3 dənə az. Məsələn, 5 bucaqlıdırsa 2 dənə. 5 bucaqlının F kimi çəkirsəm, aşağısı maili çəkin. Bir təpəsindən baxın, neçə dənə diaqonal çıxır? 2 dənə. Bildinizmi? Diaqonal qonşu olmayan təpələrə çəkilən xəttlərdir. Yəni 2 dənə. Çünki bu tərəfin özüdür də. Bura necə xətt çəkir? Tərəflərin özüdür. Tərəflərin özündən başqa hansı xəttləri birləşdirə bilərəmsə, o diaqonaldır. 3 dənə az. Amma bəs bütün diaqonalların sayını tapanda düsturu biraz uzadıram. N vur, N çıx 3. Niyə 2-yə bölürəm? Çünki uşaqlar, baxın, bir diaqonal 2 təpəyə birləşir. Yəni, təpə sayını həmişə 2-yə bölməliyəm. N-i 2-yə bölməliyəm. Mən çox vaxt bunu belə deyirəm ki, N bölü 2 vurulsun, N çıx 3. Baxın, uşaqlar, bir təpədən çıxan diaqonal sayı budur. Amma bütün təpələrdən çıxmır, yarısından çıxır. Çünki birinin 2 dənə təpəsi var da. Ona görə 2-yə bölürəm ki, bir diaqonalı 2 dəfə saymayaq. Bu elə 2 təpədən bir diaqonal çıxır. 6 bucaqlının da düsturları təkrarlayaq, baxaq bölməyə. 6 bucaqlının 6 dənə tərəfi var və düzgün 6 bucaqlıdır deyə 6 tərəfi də bərabərdir. Ona görə perimetri 6 dənə A. Şəkildən də göründüyü kimi 6 dənə 3 bucağa ayrılıb. 3 bucağın sahə düsturunu əzbər bilin. Necə yadda saxladırdıq? Uşaqlar, bərabər tərəfli sözünü eşidən kimi. Çünki uşaqlar, bu xəttlər hamısı A-da. 6 bucaqlının tərəfi də A-dır, içindəki xəttlər də A-dır. Bərabər tərəfli 3 bucağın ümumiyyətlə cəmi 2 dənə düsturu var. Bunu yadda saxlaya bilmirsinizsə, riyaziyyat hazırlaşmağın önəmi yoxdur. Median tən bölən hündürlüyü onsuz 3-ü də bir-birinə bərabərdir deyə tərəfi köküçə vurub 2-yə bölürsünüz. Bir dənə bu düstur var. Bir də sahə düsturu bunun kvadratıdır. A-nı kvadrata qaldırırsınız, 2-ni kvadrata qaldırırsınız, köküçə elə yerində də qalır. A kvadrat kök 3 bölü 4. Anladınızmı? Bax, indi o sahə düsturunu da yazmışıq. 6 dənə 3 bucaqdan ibarətdir deyə 6 dənə A kvadrat kök 3 bölü 4. Yəni, bunu yadda saxlamaya bilərsiniz. Böyük diaqonal, uşaqlar, mərkəzdən keçən diaqonaldır. Görün, mərkəzdən keçən diaqonal neçə santimetrdir? 2 dənə A. Bəs kiçik diaqonal, uşaqlar, aşağıdan çəkirəm.
Kiçik diaqonal mərkəzdən keçməyən, baxın mərkəz nöqtəni həmişə qoymalıyam. Mərkəzdən keçməyən diaqonaldır. Budur. Biz də bayaq dedik ki, bu bucaq 120 dərəcədir. Hər tərəfi də A-dır, çünki düzgün fiqurdur. Bu düstur keçmişik. 120 dərəcəli bərabəryanlı üçbucaqda bura neçə dəfə böyük olurdu? Kök 3 dəfə. Deyir deyə uşaqlar. 90 dərəcəli bərabəryanlı üçbucaqda bura kök 2 dəfə böyük olur. 120 dərəcəli bərabəryanlı üçbucaqda bura kök 3 dəfə böyük olurdu. İndi ona görə bura kök 2 dəfə 120-dirsə kök 3 dəfə böyük olacaq. Yəni kiçik diaqonal nə olacaq? A vur kök 3. Ardı da rahatdır. Böyük radius böyük diaqonalın yarısıdır. 2A-nın yarısı A-dır. Kiçik radius da kiçik diaqonalın yarısıdır. A kök 3-ün yarısı da A kök 3 böl 2-dir. Anladınızmı? Bu qədər. İndi suallara baxaq. Baxaq. Bizə deyir ki, daxili bucaqlarının cəmi 1440 olan qabarıq çoxbucaqlının tərəflərinin sayını tapın. Tapaq da. Daxili bucağın cəm düsturu nədir? 180 vurulsun n-2. Deyir 1440-dır. Bərabərin hər tərəfindən eyni olan şeylər ixtisar gedirmi? Sıfırları ixtisar eləsək, n-2 bərabərdir 144 böl 18. 144-ü 18-ə bölsəm, qalır 8. 8-in üstünə 2 gələndə 10. Deməli 10 bucaqlı fiquruymuş. Bizə də deyir ki, çox bucaqlının tərəfinin sayını tap. 10 tərəfi var imiş. Üçüncü sual. Perimetri 30 olan düzgün 6 bucaqlının, gəl hələ düzgün 6 bucaqlını çəkim. 6 dənə tərəfi var və deyir 6 dənə tərəfin cəmi 30-dur. Onda tərəfin biri 5-dir. Deyir böyük diaqonal tap. Biz də bilirik ki, böyük diaqonal mərkəzdən keçən diaqonaldır və tərəflərdə A-dır, bunlar da A-dır. Onda böyük diaqonal 2 dənə A-dır, yəni 2 vur 5-dir, 10-dur. Böyük diaqonal da 10-dur. Sonra 6-cı sual. Kiçik diaqonal deyir 3 kök 3 olan. 6-cı suala baxaq. Kiçik diaqonalı 3 kök 3 olan düzgün 6 bucaqlının perimetri. Ümumiyyətlə, kiçik diaqonalın düsturunu xatırlayın. Mərkəzdən keçməsin. Yəni, A kök 3 olsun. A kök 3 olan diaqonal deyir 3 kök 3-dür. Bərabərin hər tərəfindən kök 3-lər gedir. A bərabər olur 3-ə. Tərəf 3-dürsə bizdən perimetri istəyir. Biz də bilirik ki, 6 dənə tərəfi var. 6 dənə 3, 18 eləyir. Cavab oldu 18. 6-da da oldu C. 7-yə baxaq. Bir təpədən çıxan diaqonal sayı 17-dir. Biz deyir, diaqonal say düsturunu yazını götürüb uşaqlar şifayı hesablayır. 17-dən 3-ü çıxır. Yox. Bir təpədən çıxan diaqonal sayı n-3-dür və deyir 17-dir. n-3 17-dirsə n neçədir? 20. Deməli 20 bucaqlıdır. Və bizdən daxili bucağının demir, daxili bucaqların cəmi bir dənəsini istəyir. Bir dənə daxili bucağı istəyir. Uşaqlar, bir daxili bucağı tapamaq üçün düstur uzun deyir. Gəlin bir dənə xarici bucağı tapaq. Çünki bir dənə xarici bucağı tapmaq rahatdır. 360 böl n. Biz də n-i tapmışıq 20. Yəni 360 böl 20. Eləyir 18 dərəcə. Bir dənə xarici bucaq 18-dir. Biz də bilirik ki, daxili bucaqla xarici bucağın cəmi həmişə 180 dərəcə eləyir. Baxın, 3 bucağın və ya istənilən bir fiqurun daxili bucağınla xarici bucağının cəmi 180 eləyir. Onda xarici bucaq 18-dirsə yazıram ki, x üstə gəl 18 bərabərdir 180. 180-dən 18-ə çıxır 162. Deməli, bir daxili bucaq 162 dərəcəymiş ki, xarici bucağı 18 imiş. Bizdən daxilini istəyir B variantı. 14-cü sual maraqlıdır. Gəlin bir dənə baxaq. Ümumiyyətlə, belə hər dəfə özünüzün fikir irəli sürə biləcəyiniz, məntiq istifadə edə biləcəyiniz suallar düşür. 5 bucaqlı budur, dam olur və belə bir şey olur. Bütün tərəfləri çalışın ki, eyni uzunluqda çəkməyə. Çünki düzgündür. Deyir ki, A, B, C, D, Y və deyir BD 7-dir. Uşaqlar, düzgün fiqurdursa bütün bucaqları eynidirmi? Bunu anlayırsınız. B-dən D-yə qədər də deyir 7-dir. Bütün tərəfləri də eynidir də. A. İndi deyir AC-ni tapın. Gəlin istəyirsiniz qıraqdan, yəni ayrıca çəkim ki, o AC-ni görə biləsiniz.
AC budurmu? AC. Uşaqlar, yenə AA eyni bucaq. Bu kosinuslar teoreminə görə iki tərəf arasındakı bucaq verilibsə, üçüncü tərəfi tapa bilərəm. Kosinuslar teoremi. Bilirsiniz, s kvadrat bərabərdir a kvadrat üstə gəl b kvadrat minus 2ab kosinus alfa. Amma bunu hesablamağa belə ehtiyac yoxdur. İki dənə tərəf arasındakı bucaq eynidirsə, TBT əlamətidir. Burada da iki dənə tərəf arasındakı bucaq eynidirsə, oxşarlıqdır. Yəni, BD 7-dirsə, AC də 7-dir. Çünki yenə iki tərəf arasındakı bucaqdır. Bir də AD deyir. Gəlin birini də çəkim AD-ni də göstərək. AD də budurmu? Yenə uşaqlar. İki tərəf arasında düzgün fiqurda deyə bucaq eynidir. Yenə TBT iki tərəf arasındakı bucaq. Onda yenə qarşı tərəf 7-dir. Bildinizmi? Oxşarlıq edirəm də. Burada AA alfanın qarşısı 7-dirsə, burada da AA alfadırsa qarşısı 7 olacaq. Burada da AA alfadırsa qarşısı 7 olacaq. Bizə də deyir ki, AC ilə AD-ni tapın. 7 ilə 7-ni toplayın. 14. Bildinizmi? Yəni oxşarlığa görə. Məsələn, altıbucaqlıda bütün diaqonallar eyni deyil. Bilirsiniz ki, böyük diaqonal da var, kiçik diaqonal da var. Amma 5 bucaqlıda bütün diaqonallar eyniymiş. 17. 17-yə baxaq. Yenə 5 bucaqlı ilə bağlıdır. 5 bucaqlı deyəndə baba bu çəkirsiniz. Evin damı belə, belə, belə. Girirsək, belə bu daha uyğun oldu. Çox belə daraltmayın. Deyir, bir təpəsindən çıxan iki diaqonal. Bir dənə təpə götürdüm, iki dənə diaqonal çəkdim. Biri sağa, biri yuxarı. Çünki başqa diaqonal yoxdur. Deyir, bunların arasındakı bucağı tap. Deməli, biz hələ daxili bucağı tapaq. Sonra bunun, yəni 3 dənə hissəyə bölək. Şəkildən görürsünüz də 1 hissə, 2 hissə, 3 hissə. Bizə demişik ki, bir daxili bucağı tapmaqdansa bir xarici bucağı tapaq. 360 böl n. 5 bucaqlıdır deyə 5-ə bölürəm. 72 dərəcə. Xarici bucağı 72-dirsə, daxili bucağı tapanda 180-dən çıxıram. Çünki qonşudurlar da. Eləyir 108 dərəcə. Bu daxili bucaqlar uşaqlar 108-dir. Burada da 3 dənə yerə bölünüb. 108-i 2 dənə xət bucağı 3 dənə yerə bölür də. 108-i 3-ə bölün. 36 dərəcə. Deməli, bu bucaqların hərəsi 36-dır. Bizdən ortadakını istəyir. Sırf 36-nın özünü götürürəm. Məsələn, baxaq 21-ci suala. Baxın görüm, hər bir deyir ki, 21-in özünə baxaq. Hər bir xarici bucağı 30-dursa yazıram ki, 360 böl n 30-dur. Sıfırlar gedir. 36-nı nəyə bölsəm 3 eləyər? 12-yə. Deməli, 12 bucaqlı bir dənə fiqurdur. Bir təpədən çıxan diaqonal istəyir. Bizə demişdik ki, bir təpədən çıxan diaqonal sayı 3 dənə az olur. 12 bucaqlıdırsa 3 dənə az. Neçə dənə diaqonal çıxır? 9 dənə. Cavab oldu 9 dənə. 27. 27-də də deyir diaqonalların sayı. Diaqonal sayı uşaqlar n-3 deyil. N-3-ü biraz uzaq. Bir təpədən çıxan diaqonal sayı n-3-dür. Amma bunu təpələrin hərəsi bildiniz də nədir? 2 təpədən bir diaqonal çıxır. Ona görə n böl 2-yə vururam. Düstur budur. Və deyir diaqonalların sayı 20-dir. Nəyi 2-yə böləndə 20 eləyir? 40-ı. Onda n vurulsun, n-3 40-dır. Bildiniz də nəyi 2-yə böləndə 20 eləyir? 40-ı. İndi fikirləşək. Nəyi 3 dənə azına vuranda 40 eləyər? 4 ilə onu, 8 ilə 5-i yoxlayın. 8 idi bax. 8-i 3 dənə azına vuranda, yəni 5-ə vuranda 40 eləyir. Yəni n 8-dir, 8 bucaqlıdır. Bizə deyir ki, bir təpədən çıxan diaqonalını tapın. Bir təpədən çıxanda n-3-dür. 8 bucaqlıdırsa, 3 dənə az diaqonalı varsa 5 dənə diaqonal çıxır. Anladınızmı? Bir təpədən çıxan diaqonal sayı 5-dir. Bir də 37-ci suala baxaq. Çox qəşəng sualdır, çox maraqlı sualdır. Kiçik diaqonalı 12 kök 3 olan 6 bucaqlıdan söhbət gedir. Yenə 3-ün yuxarıda çəkirəm, 3-ün aşağıda çəkirəm. Kiçik diaqonal mərkəzdən keçməyən diaqonaldır. Yazıram 12 kök 3. A kök 3 12 kök 3-dürsə, A-mız 12-dir. Yəni tərəflər 12-dir. Tərəfləri 12 yazmaqdan A yazdım. Deyir tərəflər 12-dir. Bizə heç bu diaqonalla bağlı bir şey demir. Bizə sadəcə diaqonal tərəfi tapmağa görə lazım idi. Tərəflər 12-dir.
Biz demişdik uşaqlar, bu xəttlər də, bax 40-40 göstərəcəm. Bu xəttlər də onda 12-dir. Tərəf nədirsə, bu xəttlər də ona bərabərdir. Bax, bu xəttlər. Onda bu xəttlər də 12-dir. Bizə deyir ki, A təpəsindən gəl, hələ A, B, C, D, E, F. Bunu çəkək. Və indi deyir ki, A təpəsindən CF diaqonalına qədər. Hə, onda 12-12-ni tez yazaq ki, qarışdırmayaq. A təpəsindən CF-ə qədər məsafə. Hə, mən sizə demişdim, məsafə nədir? Hündürlük. Çünki uşaqlar, harasa ən qısa məsafə hündürlükdür. Sən niyə buradan bura, məsələn, 40-40 xəttlərlə gedəsən? Dimdik xəttlə getsən, o məsafədir. İndi A-dan CF-ə dimdik xətt deyirsək, gəlin elə çəkək ki, 90 dərəcə əmələ gətirsin. Məsələn, belə. Dimdik xətdir, bunun uzunluğunu tapma. Məsafə hündürlükdür, o hündürlüyü tap deyir. Biz də dedik, uşaqlar, bu qırıq xəttlərin hamısı 12-dir. Bu da 12-dir. A, 12, 12, 12. Bu da hündürlükdür. Sarı ilə göstərəcəm. Bərabər tərəfli üçbucaq olduğunu görürsünüz. Bərabər tərəfli üçbucaqda hündürlük də, median da, tən böləndə düsturu eynidir. Bayaq dedim. Bərabər tərəfli üçbucaqda medianın düsturu nə idi? Tərəfi kökçüyə vurub 2-yə bölürəm. Tərəfimiz nə idi? Yuxarıda tapmışam ki, 12-dir. 12-ni kökçüyə vurub 2-yə böləcəm. O deyilir 6 kök 3. Deməli, uşaqlar, bərabər tərəfli üçbucağımızın hündürlüyünü tapsaydıq, elə bu məsafəni verəcəkdik. Yəni 6 kök 3. Diqqətli olun, uğurlar.